ən çox yayılan infeksion xəstəliklər hansılar? Yuxarı tənəffüs yollarının respirator xəstəlikləridir. Hansı infeksion xəstəliklər vaxtında aşkarlanmadıqda ağır fəsadlara səbəb ola bilər? Vaxtında aşkarlanmadıqda hamısı fəsadlaşır. Antibiotiklərin infeksion xəstəliklərdə rolu nədir? Antibiotiklər ümumiyyətlə infeksionistlərin yaralı bir yeridir. Uşaq yaşlarında hansı infeksion xəstəliklər təhlükəlidir? İnfeksion xəstəlikləri daha ağır formada keçirdilər. Qida və su ilə keçən hansı yoluxucu xəstəliklər var? Ən qorxulu xəstəliklər bunlardan vəbadır. Bağırsaq infeksiyalarıdır, parazitar xəstəliklər, qurd xəstəlikləri. İnfeksiyalardan qorunmaq üçün gündəlik həyatımızda nələrə diqqət etməliyik? Əsas şəxsi gigiyena qaydalarına riayət etməkdir. COVID-19 infeksion xəstəliklərə qarşı yanaşmanı nə dərəcədə dəyişdi? İnsanların infeksion xəstəliklərə qarşı baxışını dəyişdi. Hər vaxtınız xeyir əziz izləyicilər, Can Həkimi verilişinin növbəti buraxılışında xoş gördük sizləri. Bugünkü Can Həkimi verilişində çox mühüm bir mövzuya toxunmuşuq. Mövzumuz infeksion xəstəliklərdir. Bu mövzu hər zaman aktualdır, çünki infeksion xəstəliklər həyatımızın bir hissəsidir. Bugünkü verilişimizdə məhz infeksion xəstəliklərin yayılmasından, Azərbaycanda daha çox hansı infeksion xəstəliklərə rast gəlir və onların profilaktikasından danışacağıq. Studiyamızın qonağı da var. Studiyamızın qonağı Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən bir nömrəli şəhər xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin həkim infeksionisti Səkinə xanım Həsənlidir. Səkinə xanım, xoş gördük. Xoş gördük. Mən də salamlayıram sizi, izləyicilərimizi. Siz çox aktual mövzuya toxunmusunuz. Yəni infeksion xəstəliklər bildiyimiz kimi uzun illər daima bəşəriyyət yaranandan deyərdim ki, aktuallığını qoruyub saxlayır. Çünki xəstəliklərin gedişi, yayılması, bütün yaş qruplarını əhatə eləməsi buna dəlalət eləyir. Bildiyimiz kimi yer üzərində aşkarlanmış indiyə qədər 1200-dən çox infeksion xəstəlik mövcuddur. İnfeksion xəstəliklər deməli bakteriyalar, viruslar və prionlar tərəfindən törədilmiş xəstəliklər qrupudur və geniş kütləni əhatə eləyir. Azərbaycanda da bu xəstəliklərin yayılma tezliyi müşahidə olunub. Məhz mən bu suala keçmək istirdim. Hazırda Azərbaycanda ən çox yayılan infeksion xəstəliklər hansılardır? Azərbaycanda yayılan infeksion xəstəliklər əsasən yuxarı tənəffüs yollarının respirator xəstəlikləridir, virus hepatitləri, uşaqlarda qızılca, su çiçəyi, rotavirus kimi müəyyən bağırsaq infeksiyaları bunlar daha çox rast gəlinməkdədir. Hansı infeksion xəstəliklər vaxtında aşkarlanmadıqda ağır fəsadlara səbəb ola bilər? Ümumiyyətlə infeksion xəstəliklər vaxtında aşkarlanmadıqda hamısı fəsadlaşır və yüksək letallıq verən xəstəliklər qrupundandır. Əsas da məsələn insanın immun çatışmazlığı virusu el arasında keçid edən bir xəstəlik, sonra virus hepatitləri bunlar vaxtında aşkarlanmadıqda fəsadlar yarada bilir. Letallıq, yəni ölüm dərəcələri yüksəkdir. Məsələn, virus hepatitləri vaxtında aşkarlanmadıqda sonradan qaraciyər sirrozu və yaxud onkoloji belə xəstəliklərə gətirib çıxarır. İnsanın immun çatışmazlıq virusu, gic xəstəliyi isə daha çox immunitetin tam sönməsi ilə letallı, yəni ölüm dərəcələri yüksək olan xəstəliklərdir. Hansısa insan hansısa bir infeksion xəstəliyə yoluxub, digər bir yanaşı xəstəliyi də var. Bu xəstəliklər olanda hansısa mənfi təsir olurmu? Yəni yan təsirləri varmı? Əlbəttə, digər somatik xəstəliklər də əgər xəstədə mövcuddursa, infeksion xəstəliklər onlarda daha ağır keçir, ağır olur. Həssas yaş qrupları vardır ki, məsələn 65 yaşdan yuxarı və kiçik yaşlı uşaqlar, hamilələr infeksion xəstəliklərə daha həssaslar və daha ağır nəticələrlə nəticələnə bilir. Vaxtında aşkarlanıb müalicə olunmadıqda. Antibiotiklərin infeksion xəstəliklərdə rolu çox vacibdir, amma bəzən yanlış təsəvvürlər var, yanlış formada istifadə edilir. Həkim, antibiotiklərin infeksion xəstəliklərdə rolu nədir və hansı yanlış istifadə halları ilə rastlaşırsınız? Siz çox gözəl mövzuya toxundunuz. Yəni antibiotiklər ümumiyyətlə infeksionistlərin yaralı bir yeridir. Çünki yerli, yersiz antibiotiklərdən istifadələr çoxalmışdır. Bütün xəstəliklərdə, yəni
adi bir xəstəlikdə də antibiotikdən istifadə edirlər. Lakin antibiotiklər necə bizim həyatımızı qurtarır? Antibiotiklərin kəşfi infeksion xəstəliklər mərhələsində böyük bir yeni bir era açdı. Yəni əvvəllər ölümlə nəticələnən xəstəliklər indi artıq antibiotiklərin müalicəsinə tabe olur və sağalma ilə nəticələnir. Lakin antibiotiklərdən sui-istifadə etmək, yerli yersiz istifadə etmək müəyyən fəsadlara gətirib çıxardır. Məsələn, ən yüngül halda desək, dizbakterioz, bağırsaq mikroflorasının pozulması, ən ağır hallarda isə anafilaktik şok və ölümlə nəticələnə bilir. Və antibiotiklərdən çox istifadə etdikdə, bunu çatdırmaq istəyirəm ki, artıq müəyyən mikroorqanizmlər qrupunda rezistentlik yaranır, yəni həssaslıq itir və bu xəstəliyə sonradan o həmin antibiotiklər təsir göstərmir. Və bu da xəstəliyin mikroorqanizmlər, yəni o mikrobların, bakteriyaların daha fəallaşmasına və o antibiotiklərə davamlılığına gətirib çıxarır. İnsanlar həkim təyinatı, həkim göstərişi olmadan antibiotiklərdən istifadə edirlər. Bu da mənfi fəsadlarla nəticələnir. Buradan belə bir nəticəyə gəlmək olar ki, deməli antibiotiklər yalnız doktorun, həkimin təyinatı ilə yalnız bakterial infeksiyalar zamanı istifadə olunmalıdır. Tamamilə doğrudur. Virus infeksiyalarında da bəzən insanlar istifadə edir. Məsələn, adi qrip virusuna yoluxduqda, müəyyən qədər temperaturası qalxdıqda, zökəm olduqda, yəni o dəqiqə antibiotiklərin istifadəsinə qaçırlar. Amma bu düzgün deyil. Antibiotiklər ancaq bakterial infeksiyalarda istifadə olmalıdır və həkim göstərişi ilə. Yəni hansı hallarda istifadə olunmamalıdır? Qripdə istifadə olunmaya bilər. Məsələn, virus infeksiya, qripdir və qrip kimi rinoviruslarda zökəm arasında deyilir. Bunlarda ümumiyyətlə virus infeksiyalarının heç birində istifadə oluna bilməz. Virus infeksiyalardan necə ayırd edə bilər? Yəni əhaliyə nəzərdə çatdırırıq ki, virus infeksiyaları yüksək hərarətlə gedir. 5-6 gün ərzində özünü sağaltmaq qabiliyyətinə çox vaxtı malikdir orqanizm və yüksək temperatur, zökəm belə əlamətlərlə gedir və antibiotiklərə göstəriş deyil. Burada bol maye qəbulu, əgər ağırlaşmış hallarda isə virus əleyhinə preparatlardan istifadə edə bilərlər. Uşaq yaşlarında hansı infeksion xəstəliklər təhlükəlidir? Ümumiyyətlə, bayaq qeyd etdiyim kimi, uşaqlar xüsusi qrupa aiddir ki, həssas qrupa aiddir ki, bunlar infeksion xəstəlikləri daha ağır formada keçirdilər. Bunlarda məsələn, difteriya, Azərbaycanda təqvim planı var, yəni peyvəndlə bağlı, bəli, təqvim planı var. Ona görə də bir çox xəstəliklərin qarşısı alınmışdır. Məsələn, uşaqlarda əsasən qızılca, sonra məxmərək, virus meningitləri, rotaviruslar, bağırsaq infeksiyaları daha təhlükəlidir. Onlar ona görə vaxtında aşkarlanıb müalicə olunmalıdır. Ümumiyyətlə, qida və su ilə keçən hansı yoluxucu xəstəliklər var və onun müalicəsi necə aparılmalıdır? Qida və su infeksion xəstəliklərin ötürülmə yollarından ən vacibləridir. Və onlar tam təmizlənmiş olmadıqda, çirklənmiş olduqda ən qorxulu xəstəliklər bunlardan vəbadır. Yəni su yolu ilə, qida yolu ilə ötürülmüş xəstəlikdir. Lakin şükür Allaha ki, indi çox rast gəlinmir. Amma belə digər xəstəliklər, məsələn, bağırsaq infeksiyalarıdır, parazitar xəstəliklər, qurd xəstəlikləri, bunlar daha çox bu cür yollarla ötürülə bilir. Ona görə də gigiyena qaydalarına riayət eləmək lazımdır. Müəyyən məhsulları əldə etdikdə onları yaxşı yumaq, termiki emaldan keçirmək lazımdır ki, infeksion xəstəliklər yayılmasın, ötürülməsi olmasın. Uzun illərdir Sumqayıtda fəaliyyət göstərirsiniz, böyük bir şöbədə işləyirsiniz. Yəqin ki, hansısa bir Sumqayıt əhalisi arasında daha çox yayılan bir xəstəliklərə rast gəlmişsiniz. Məsələn, Sumqayıt şəhərində daha çox hansı infeksion xəstəliklərə rast gəlir? Yuxarı tənəffüs yollarının respirator infeksiyalarıdır, sonra rotavirus infeksiyalarıdır. Bu yaxın keçmişdə qızılca epidemiyası ilə qarşılaşdı və bizim xəstəxanamız da yaxından iştirak etdi qızılcanın müalicəsində. Belə xəstəliklər daha virus hepatitləridir. Bunlar daha çox yayılmış olur. İnfeksiyalardan qorunmaq üçün gündəlik həyatımızda nələrə diqqət etməliyik? Əsas şəxsi gigiyena qaydalarına riayət etməkdir. Əllərimizi düzgün yumaq, yəni ictimai yerlərdə təmasdan qaçınmaq, xəstə şəxslər olduqda onları izolyasiya, ailə şəraitində izolyasiya eləmək lazımdır.
ki, xəstəliklər artmasın, yoluxma baş verməsin. Biraz bundan öncə peyvəndlər məsələsinə toxunduq. Azərbaycanda proqram həyata keçirilir və peyvəndləmə ilə bağlı yüksək səviyyədə təbib tərəfindən işlər aparılır. Belə bir sualım var. Peyvəndlər hansı infeksion xəstəliyin qarşısını effektiv şəkildə ala bilir? Bir çox infeksion xəstəliklərin qarşısını alır. Qızılca, su çiçəyi, göy öskürək, tetanus kimi, difteriya kimi xəstəliklərin qarşısını alır. Həmçinin əsas məsələ virus hepatitlərinə qarşı, yəni bildiyimiz kimi A və B virus hepatitlərinə qarşı peyvənd mövcuddur və peyvəndlər körpə yaşlarından olur və buna görə də bu xəstəliklərin yayılmasının müəyyən qarşısını alır və human papilloma virus var ki, bu adətən qız uşaqlarında, bunu nəzərə çatdırmaq istəyirəm. Daha çox bunun peyvəndlənməsi erkən 12-13 yaşlarında, yəni pubertat dövrdə lazımdır ki, bu sonradan uşaqlıq boynu xərçənginin yaranmasına qızlarda, qadınlarda təsir edir və buna görə də onun qarşısını almaq üçün bu vaksinlərdə bu dəqiqə qlobal bir peyvəndləmə işinə aiddir. Dünya uzun bir neçə il böyük bir infeksion xəstəliyi ilə rastlaşdı. Söhbət COVID-19-dan gedir. Ümumiyyətlə, COVID-19 infeksion xəstəliklərə qarşı yanaşmanın nə dərəcədə dəyişdi? COVID-19 pandemiyası bütün insanların infeksion xəstəliklərə qarşı baxışını dəyişdi. Bəşər tarixində ən böyük ölümlə nəticələnən bir xəstəlik oldu. 2021-22-ci illərdə hardasa 15-16 milyon insan bu xəstəlikdən vəfat etdi və bizim həyatımızda çox dərin izlər buraxdı. COVID-19 xəstəliyindən sonra insanlarda daha çox şəxsi gigiyenaya riayət etmək, izolyasiya qaydaları, təmas halında xəstəliklərdən qaçınmaq belə və özlərinə qarşı diqqəti artırdı. Belə demək olarsa, pandemiya bizə sağlamlıq baxımından yeni davranış qaydalarını öyrətdi. Yay mövsümündə də yəqin ki, hansısa yayılan infeksion xəstəliklər var. Bunlar hansılardır? Yay mövsümündə əsasən bağırsaq infeksiyaları daha çox yayılır. Rotavirus infeksiyaları bayaq qeyd etdiyim kimi bunlar daha çox aktuallığını təşkil edir. Bunları da qarşısını almaq üçün necə qorunmaq lazımdır? Qorunmaq üçün yenə dediyim kimi qidaları yaxşı termiki emal etmək lazımdır. Meyvə tərəvəzi yaxşı yumaq, belə istifadə etmək lazımdır ki, xəstəliklərdən qoruna bilək. Dəniz mövsümündə nə etməlidir insanlar ki, infeksiyalara yoluxmasınlar? Dəniz mövsümündə əsasən dəniz suyunun biz mikrobioloji vəziyyətinə baxırıq. Yəni həmişə də qeyd olunur necədir, hansı çimərliklərdə yəni insanlar çimə bilər, hansı hallarda icazə verilmir, onlara nəzarət olunmalıdır. İnsanlar özləri də yəni maariflənməlidir, baxmalıdır ki, hansı vəziyyətdə dəniz çirklənmə dərəcəsindən asılı olaraq hansı çimərlikdən istifadə etsinlər. Hazırda buradan Sumqayıt sakinlərə müraciət edə bilərsiniz bir tövsiyə, məsləhət olaraq. Həmçinin çalışdığınız xəstəxanada hansı yoluxucu xəstəliklərin müalicəsi aparılır və bununla da bağlı zəhmət olmasa məlumat verərdiniz, Sumqayıt sakinləri məlumat verirlər. Yoluxucu xəstəliklərə barmaqarası yanaşmasınlar və ilk aşkar olunanda ailə sağlamlıq mərkəzlərinə müraciət etsinlər və ağırlaşmış fəsadlar olduqda Sumqayıt bir saylı xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə müraciət etsinlər. Bizdə virus hepatitləri, sonra rotavirus infeksiyaları, digər enterokolitlər, bu kimi xəstəliklər, qızılca, su çiçəyi, yəni müalicəyə tabe olur və müalicə olunur. Əhaliyə onu çatdırmaq istəyirəm ki, diqqətli olsunlar, öz sağlamlıqlarının keşiyində dursunlar və infeksion xəstəliklərə daha ciddi yanaşsınlar. Hər bir şəxsin, həkimin bir hədəfi olur. Bu üçün hədəfiniz nədir? Ümumiyyətlə, həkimin hədəfi hər zaman öz elmini inkişaf elətdirməkdir, öz üzərində işləməkdir, yeni materialları axtarmaq, araşdırmaq, onları tətbiq etmək öz müalicəsində. Xəstələrinin şəfa tapması, bizim hədəfimiz ancaq budur. Çalışırıq və hər ildən ilə də istəyirik ki, öz elmimizi, biliyimizi artıraq, müəyyən konfranslarda, elmi praktik konfranslarda iştirak edək, yenilikləri, dünya səhiyyəsində olan yenilikləri öyrənək və öz praktikamızda tətbiq edək. Yəqin ki, həkim olaraq fəaliyyət dövrünüzdə ən yadda qalan
hansısa bir pasientiniz olub, hansısa bir yadda qalan hadisələr olub, belə hallarla yəqin ki, rastlaşmısınız. Çox olub. Artıq 20 ildir mən Sumqayıt bir saylı xəstəxananın yoxucu xəstəliklər şöbəsində fəaliyyət göstərirəm. Bu yaxında da mənim bir xəstəm, o da təbibə məndən təşəkkür yazıb. Onu xəstəxanalarda gəzdirmişdilər, diaqnoz tapa bilmirdilər xəstəyə. Gerpes idi, üzü, gözü bütün irin içində idi də. Sağaldı, oğlu dedi ki, sizdən təşəkkür eləmişəm, təbibə yazıb, qaynar xəttinə yazmış. Biz tək Sumqayıt əhalisinə yox, bütün Azərbaycan əhalisinə də yardım göstəririk. Bizdə olub xəstələr. Yəni 4 tropik malyariya xəstəmiz şöbəmizdə müalicə alıb. Afrikadan gələn şəxslər idi ki, bir də onu qeyd eləmək istəyirəm. Afrikaya səyahətə və yaxud işləməyə gedən şəxslərə demək istəyirik ki, orada tropik malyariya daha çox yayılır və ölümlə nəticələnən ağır bir xəstəlikdir. Onun qarşısını almaq üçün profilaktik orada dərmanlardan istifadə etsinlər. Onlara tövsiyəmiz var. Bu yaxınlarda bizə bir şəxs müraciət etmişdir. Xəstəxana Bakı sakini idi və Afrikada işləyirdi. Oradan tropik malyariya yoluxmuşdu və çox ağır dərəcədə bizim şöbəmizə yerləşdirildi və həkimlərimiz, bütün şöbə, bütün xəstəxanamız səfərbər oldu deyə bilərəm ki, o xəstənin üzərində və xəstədə yaxşılaşma getdi. Düz sonradan Türkiyə Cümhuriyyətinə göndərildi, amma bizdə vəziyyətdən çıxarılmışdı. Ondan sonra öz xəstənin, yəni yaxınları onu Türkiyə Cümhuriyyətinə apardılar. Orada sağalıb, yaxşılaşıb və digər xəstələrimiz, 3 digər xəstəmiz də bizim şöbədə tropik malyariya ilə müalicə alıb və tam sağalaraq öz regionlarına dönüblər, belə deyək. Mingəçevirdən xəstəmiz var idi. Sonra bir böyrək köçürülməsi olan, transplantasiya olan bir xəstəmiz var idi. Ağır dərəcəli su çiçəyi idi və o da şöbəmizdə müalicə aldı, tam sağaldı və evinə döndü. Bizim ənənəvi bir sualımız var, qonaqlarımıza veririk bu sualı. Veriliş olaraq bizə təklifiniz nədir? Birinci işlərinizdə uğurlar arzulayıram. Çox gözəl təşəbbüsdür. Bu verilişi hazırlamısınız və kütləyə çatdırırsınız. İnsanlar maariflənir, müəyyən xəstəliklər haqqında bilmədiklərini öyrənirlər. Sizə gələcək işlərinizdə uğurlar arzulayıram. Təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyinizə görə. Hörmətli izləyicilər, verilişimizin sonuna yaxınlaşırıq. İnfeksion xəstəliklərdən qorumaq ən vacib addımlar vaxtında diaqnoz qoyulması, antibiotiklərin düzgün istifadəsi, peyvəndlərin qəbul edilməsi və sadə gigiyena qaydalarına əməl edilməsi ilə mümkündür. Sağlam qalın, sağlıqla qalın.